Salam, hörmətli izləyicilər. Bugün sizə kəskin qarın sendromlarından biri olan apendisit barəsində danışacağım. Xəstələrimizin əksəriyyətinin diqqətdən qaçırdığı bu ağrı bəzən mədə problemləri ilə, qasid ağrıları ilə qarışa bilər. Bu məsələ burasındadır ki, bu ağrı vaxtında diqqətə alınmadıqda sonra fəsadları xəstənin sağlamlığına təhlükə törədir. Kəskin apendisit nədir? Bu appendix dediyimiz soxulacağına bənzər çıxıntının iltihabıdır, infeksiyalaşır, irinləyir. Vaxtında müdaxilə olunmadıqda isə infeksiya bütün qarın boşluğuna yayıla bilər, peritonit yarada bilər. Bu hal hətta sepsisə qədər irəliləyə bilər ki, bu xəstənin həyatını təhlükə yaradır. Bəs xəstə hansı şikayətlərlə gəlir? Kəskin göbək nahiyəsində bir ağırlıq hissi, ağrı, tam olaraq yerini göstərə bilmədiyi, qusma ola bilər, hərarət ola bilər. Və müəyyən mərhələdən sonra 6-8 saatdan sonra isə ağrı yerini sağ qalça çuxuruna vurduğu dəyişir. Deyir ki, artıq bu sağ qalça nahiyəndə daha çox ağrı var. Bəs niyə diqqətə almalıyıq? Bu digər xəstəliklərlə qarışa bilər. Belə olduğu halda xəstəyə ən yaxın xəstəxanaya müraciət etməyə məsləhət görülür. Lazım olan laborator diaqnostik müayinələri keçdikdən sonra ya xəstə üçün kəskin apendisit diaqnozu qoyulursa, müalicəsi mütləq şəkildə cərrahidir. Həkim qərar verdikdən sonra, xəstənin razılığından sonra hal-hazırda apendisit üçün qızıl qayda, qızıl standart laparoskopik yolla apendiksin xaric olunmalıdır. Xəstələrimizə sağlamlığının qeydinə qalmağı məsləhət görürük, sağlamlığınızın qeydinə qalın. Medica Hospital, doğru müalicənin doğru ünvanı.